Salam, hər vaxtınız xeyir olsun uşaqlar. Bugün 23 noyabr 2025-ci ildə güvənin keçirdiyi sınağın izahına baxacağıq. Başlayalım uşaqlar. Birinci sualda bizə nə deyir deməli? Deyir ki, düz xətli bərabər təcillər hərəkət edən cisim ikinci saniyənin sonunda sürəti 18 metr saniyə olub. Yəni V2 belə yazan uşaqlar ikinci saniyədə 18 metr bölək saniyə olub. 5-ci saniyənin sonunda isə cismin sürəti olub uşaqlar 6 metr bölək saniyə. Deməli, bu yavaşlayan hərəkət edib. Bizdən soruşur ki, başlanğıc zaman anında cismin sürətini tapın. Yəni V0 bərabər suala. Uşaqlar, ilk öncə gəlin təcil tapağın. A bərabərdir delta V bölək delta T'dir. İndi uşaqlar, burada zaman dəyişməsi 2-dən 5-ədir. Onda neçə olacaq uşaqlar? 3. Yəni 5 çıxaq, 2 yazacaq, olacaq 3 saniyə. Sürətin dəyişməsi isə V5 çıxaq V2 yazacağım uşaqlar. Yəni 6 çıxaq 18. Oldu -4. Deməli, təcilimiz -4'dür. V bərabərdir V0 çıxaq AT düsturundan. V0'ı tapsam olacaq V plus AT. Bu da bərabərdir uşaqlar. İndi mən burada ikinci saniyəni qoysam yerinə zamanı 2 götürməliyəm. 5'i qoysam zamanı 5 götürməliyəm. Fərqi yoxdur uşaqlar. Hansını qoyursunuz qoyun. Eyni şey ödəniləcək üstə. İkinci saniyəni qoyuram uşaqlar. Sürətimiz neçədir? 18. Üstə gəlinsin uşaqlar AT. Ayımız da uşaqlar 4 tapdıq. Ayımız 4'dür. 4 vurulsun uşaqlar. Neçə olacaq deməli? İkinci saniyə deyirsə T2 götürməliyəm. Bu da olacaq 26. Cavab olur D variantı uşaqlar. 32-ci sual maraqlı bir sualdır. Deyir ki, iki cisim 30 metr olan çevrə üzrə bərabər sürətdə hərəkət edir. Birinci cisim V1 10'la, ikinci cisim isə K nöqtəsindən keçən anda, ikinci cisim isə 6 metr saniyə sürətlə hərəkət edir, M nöqtəsindən keçir. Bu cisimlər ilk dəfə hansı zaman müddətində görüşdüyünü hesablayın. Ümumiyyətcə, görüş müddətini təyin edəndə uşaqlar bu getdikləri yolu, görüşmək üçün gedilən yolun nisbi sürəti olan nisbətidir uşaqlar. İndi eyni istiqamətlidir. Nisbi sürətini necə yazacağım? V1 çıxaq V2. Bəs yolu necə tapacaq uşaqlar? Baxın, nisbi sürəti əslində siz başa düşməlisiniz. Biz məsələn nisbi sürət haqqında danışanda deyirik ki, məsələn V1 10, V2 də 6'dır uşaqlar. Bax belə gedir. 6 metr bölək saniyə sürətlə gedir. İndi uşaqlar, eyni istiqamətli hərəkətdə deyirik ki, V1 V2 bərabərdir. V1 çıxaq V2. Olur neçə uşaqlar? 4. Aha. Bəs uşaqlar, bu nə deməkdir? Bax, sanki ikinci cisim durubdur. Birinci cisim ona hansı sürətlə yaxınlaşır uşaqlar? 4 metr bölək saniyə sürətlə yaxınlaşır. Bəs birinci cisim ikinciyə çatması üçün onda nə qədər məsafə getməlidir? Bu aralarındakı qədər məsafəni getməlidir da. Düzdürmü? Onda burada görüş müddətini təyin edəndə necə yazaram uşaqlar? T görüş bərabərdir. S bölünsün 4 yazaram. İndi gəlirəm, eyni qaydanı bura tətbiq edəcəm. Bax, belə düşünək. İkinci cisim durub yerində. Birinci cisim ona hansı sürətlə yaxınlaşır onda? 4 ilə yaxınlaşır da. Eyni şeydir də. İkinci cisim 6 ilə gedir. Arkada gələndə 10 ilə gəlirsə, onda hər saniyə ikinci cisimə neçə metr yaxınlaşır? 4 metr yaxınlaşır. Aha. Bəs indi ikinci durubsa, birinci nə qədər məsafə getməlidir onda? Bu qövsün uzunluğu qədər məsafə getməlidir də uşaqlar. Belə olmalıdır. Arkada gələn sürət daha böyükdür. Bəs bu qövsün uzunluğunu necə tapacaq uşaqlar? Çevrə 360 dərəcədir. 360 dərəcəyə nə qədər uyğun gəlir? 2 pi. Çevrənin uzunluğu 2 pi'dir. Bəs 120'yə uyğun gələcək nə qədər uşaqlar? Bir S. S'i buradan tapsam, S nəyə bərabərdir uşaqlar? 120 vuraq 2 pi bölək neçə? 360 olacaq. Bu 120 ilə 360 ixtisar eləyərəm. Qalar nə? 2 pi bölək 3. Gətirib yerinə yazsaq burada uşaqlar. 2 pi bölək 3. Bundan sonra qoyuruq yerinə uşaqlar. V1'miz 10'dur. 10 çıxılsın 6, 3, 2 vurulsun, 3 vurulsun. R'imiz neçədir? 30 uşaqlar. Vuraq 30. Bu 3'ləri buradan ixtisar eləyərik. Məxrəcdə 4 qalar, surətdə də 60. O da olar 15 saniyə. Cavab olur Y variantı. 33-cü suala baxağın. Deməli, çevrə üzrə bərabər sürətlə hərəkət edən K və L cisimlərin xətti sürətləri eynidir. Yəni bizə sürətləri sabit veriblər. K cismin bucaq sürəti 15 radyan bölək saniyə olarsa, omega K 15'dir uşaqlar. Bizdən omega L soruşur. Uşaqlar V nəyə bərabərdir? Omega R'dir.
Omega nəyə bərabərdir? V bölək R-dir. Omega R-dən necə asıldı? Tərs asıldı. Onda baxın, radius 3 dəfə belə deyək, azalıbsa, omega 3 dəfə nə edəcək? Artacaq, 45 olacaq. Və yaxud da belə yaza bilərsiniz. Omega K bölək omega L bərabərdir. Tərs asıldı uşaqlar. RL bölək RK. Bax, bu çevirən radius nə qədərdir? R-dir. Bu çevirən radius neçədir? 3R-dir. Belə yaza bilərik. Bu yerləri buradan ixtisar edirəm. Omega K'ımız 15 bölünsün omega L bərabərdir 1 bölü 3. Çarpaz vuranda da omega L bərabərdir 45. Cavab olur 45. 34. Cisimə bir düz xətt boyunca yönələn modulları F1 5, F2 6 və F3 9 Newton olan 3 qüvvə tətbiq olunmuşdur. Bu qüvvələrin əvəzləyicisinin ən kiçik qiymətini tapın. Uşaqlar, bir düz xətt boyunca yönələndə 3 qüvvə cisimə təsir edəndə 3 qüvvəmiz. Əvəzləyici qüvvənin ən kiçik olması üçün böyük qüvvə digər qüvvələrin əksinə olmalıdır uşaqlar. F3 soladsa, digər 2 qüvvə, kiçik qüvvələr isə eyni istiqamətdə sağa doğru olmalıdır. F1-imiz 5, F2-miz 6, F3-ümüz də 9-dur. Fikir versəz, F1 ilə F2 eyni istiqamətdə, F3 onların əksinədir. Onda əvəzləyici qüvvə F1 üstəgələ F2 çıxılsın nə? F3 yazacaq uşaqlar. Bu da bərabərdir 5 üstəgələ 6 çıxaq 9. Olacaq neçə? 2 Newton. Cavab olur C variantı. 35. 8 kg kütləli cisim müəyyən hündürlükdən sərbəst düşür uşaqlar. Sərbəst düşmə zamanı bu cismin çəkisi. Sərbəst düşmə zamanı çəki 0 olur. Və cisimə təsir edən ağırlıq qüvvəsi mg'dir uşaqlar. Ağırlıq qüvvəsi də 8 vuraq 10 olur. Bu da olacaq 80 Newton. Deməli, çəki 0, ağırlıq qüvvəsi 80 Newton. B variantı olur. 36. Cisim yer səthindən V0 sürətlə şaquli yuxarı atılmışdır. Bu cisimin yer səthindən 4 V0 sürətlə şaquli yuxarı atdıqda uçuş müddəti necə dəyişər? Uçuş müddətinin düsturu uşaqlar V0 bölək J-dir. 2 V0 bölək J-dir. T uçuş V0-dan necə asıldı uşaqlar? Düz asıldı. Surəti 4 dəfə artırıramsa, uçuş müddəti 4 dəfə neyniyər? Artar. A variantı olacaq. Sıxılmış ya bərkidilmiş cisim üfüqi səth üzərində sükunətdədir. Cisimə təsir edən sükunət sürtünmə qüvvəsinin hansı istiqamətdə olar? Yayı sıxıb bərkitmiş isə bu yay cisimi hansı istiqamətdə itələməyə çalışır? Sağa doğru. Elastiklik qüvvəsi sağa doğrudur. Ona sükunət sürtünmə qüvvəsi nə olacaq uşaqlar? Elastiklik qüvvəsinin əksinə, yəni sola doğru. Cavab olur D variantı. 38. Sürtünmə qüvvəsinin dayağın reaksiya qüvvəsinə asılıq qrafiki verilmişdir. 1, 2 və 3 nöqtələrinə uyğun sürtünmə əmsalları arasında hansı münasibət doğrudur? Uşaqlar, sürtünmə qüvvəsinin düsturu müyü N-dir. Müyünü buradan tapsaq, Fs bölək nə olacaq? N olacaq. Fikir versəz uşaqlar, normalda biz, bəli, sürtünmə əmsalı burada Fs-dən N-dən asıl deyil. Amma bunlar fərqli səthlərdir uşaqlar. Burada asılığa baxa bilərik. Burada necə baxacaq? Sürtünmə əmsalı Fs ilə düz, N ilə necə asıldı? Tərs asıldı. Baxın, 1 ilə 2, 2 ilə 3 daha doğrusu eyni düz xəttin üzərindədir. 2 ilə 3 eyni düz xəttin üzərində olmağı deməkdir ki, uşaqlar, yəni 2-dən 3-ə gələndə reaksiya qüvvəsi nə qədər artıbsa, 2-dən 3-ə gedəndə sürtünmə qüvvəsi də eyni qədər neyini uşaqlar artır. Kəsirin surət və məxrəci eyni dəfə artıb azalanda qiymət nədir? Dəyişmir. Onda deyə bilərik ki, müyü 2 bərabər nəyə? Müyü 3-ə. Bunu bildik. İndi uşaqlar nəyə baxağın? Məsələn, 1-i müqayisə eləyəcək. 1 ilə 2-yi də müqayisə eləyə bilərik. 1 ilə 3-ü də fərqi yoxdur uşaqlar. Misal üçün, mən 1 ilə 3-ü müqayisə eləyirəm. Baxın, uşaqlar, 1 ilə 3-də sürtünmə qüvvəsi nədir? Eynidir. 1-ə uyğun gəlir reaksiya qüvvəsi N1 bura. 3-ə də uyğun gəlir N3 bura. N3 N1-dən nədir? Böyükdür. Sürtünmə əmsalı bəs N-dən necə asıldı? Tərs asıldı. Fs sabitdir axı. Onda reaksiya qüvvəsi harda böyükdürsə, sürtünmə əmsalı orada nədir? Kiçik olacaq. Deməli, deyə bilərik ki, müyü 1 böyükdür müyü 3-dən. Onda müyü 1 müyü 3-dən böyüksə, müyü 2-dən də böyük olacaq. Müyü 1 böyükdür müyü 2 bərabərdir müyü 3-ə. O da olur Y variantı. Elastik deformasiya olunmuş, verilmiş yayın sərtliyi onun uclarına təsir edən qüvvənin qiymətindən asılıq qrafiki. Uşaqlar, sərtlik əmsalı yayın ucuna tətbiq olunan qüvvədən
Digər tərəfdən kütlə, yaydan asılan kütlədən, mütləq uzanmadan, bunlardan asılı deyil. Bəs sərtlik əmsalı nədən asılıdır? Materialın növündən, bir də həndəsi ölçülərdən uşaqlar. S-yə bölək L0. L0 burada materialın başlanğıc uzunluğudur. Tərsi asıldır, S ilə düz asıldır. Y də burada Young moduludur uşaqlar. S burada enkəsin sahəsidir. Bax, bunlardan asılıdır uşaqlar. 40-cı sual. 30 Newton dartı qüvvəsinin təsiri altında. Dartı qüvvəmiz 30'dur uşaqlar. Düz xətlə hərəkət edən 10 kg kütləli cismin sürətinin modulunu zamandan asılıq qrafiki verilmişdir. Cisimə təsir edən sürtünmə qüvvəsinin modulunu hesablayın. Uşaqlar, bu cisimə təsir edən sürtünmə qüvvəsi bu istiqamətdə olacaq. Və qrafika baxsam yavaşlayan hərəkətdir. Uşaqlar, gəlin buradan təcil tapağın. Deməli, təcil V-V0 bölək T yazacaq. Başlanğıc sürət 0'dır uşaqlar. Çıxılsın. Üzr istəyirəm, son sürət 0'dır. Başlanğıc sürət 20'dir. 0 çıxaq 20 bölək 4. Bu da mənfi 5 olacaq. Baxın, cisim haradan başlayıb 20'dən 4 saniyə sonra ara gəlib 0'a. Son sürət 0'dır. Başlanğıc sürət 20'dir uşaqlar. İndi uşaqlar, yavaşlayan hərəkətdə sürtünmə dartıdan böyük olur. Əvəzləyici qüvvəni yazsam, onda yazacağım Fs çıxılsın, F dartı. Fs'in yerinə M-a qoyuruq. Daha doğrusu əvəzləyicinin Fs çıxılsın nə? F dartı yazırıq uşaqlar. Buradan Fs'i tapanda Fs bərabərdir. M-a plus F dartı yazacaq. M-imiz neçədir uşaqlar? 10 kiloqramdır. 10 vurulsun 5. Üstə gəlsin uşaqlar. Dartı da 30 Newtondur. Olacaq 80 Newton. Cavab olur Y variantı uşaqlar. Çəkisiz yaydan asılmış 4 kg kütləli cisim şaquli aşağı istiqamətdə yönəlmiş F bərabərdə 10 Newton qüvvə ilə dartılır. Tarazlıq halında yayda yaranan elastiklik qüvvəsini tapın. Baxın uşaqlar, bu cisim aşağı doğru dartan bir mg qüvvəmiz var. Bir də F. F'i bizə verib 10. Mg'miz nə qədərdir? 4 kiloqramdırsa 4 vuraq 10 olacaq 40 Newton. Aşağı doğru F və mg dartır. Yuxarı doğru hansı qüvvə dartacaq? Elastiklik qüvvəsi. Sistem tarazlıqdadırsa yuxarı təsir edən qüvvə aşağı təsir edən qüvvələrə bərabərdir. Mg plus F yazmalıyam. Onun da elastiklik qüvvəsi burada. Mg yerinə 40, F'in yerinə 10 yazsam olacaq 50 Newton. Cavab olur C variantı. Şaquli aşağı istiqamətdə 2 metr saniyə sürətlə bərabər sürətlə hərəkət eləyir. Sürət 2 metr və konstant uşaqlar. Sabit sürətlə hərəkət eləyir. Liftin döşəməsindəki cismin çəkisini hesablayın. Uşaqlar, bərabər sürətli və sükunət hallarında çəkinin üsturu mg ilə tapılır. Burada çəkisi 48 Newtondur. Buradan m-i tapsaq uşaqlar, m bərabərdir P bölək nə olacaq? J. P-imiz neçədir? 48 bölünsün J-də 10'dur. Olacaq 4,8. Cavab olur B variantı. Üfüqi səth üzərində yalnız sabit sürtünmə qüvvəsinin təsiri altında hərəkət edən verilmiş cismin tormozlanma müddəti onun başlanğıc impulsundan asılı qrafiki. Tormoz müddətinin düsturlarını bilməliyik uşaqlar. V0 bölək A-dır. Təbii ki, bu düstur çıxır uşaqlar. Çıxarışını yazmıram tam. V0 bölünsün A yerinə müj yaza bilərik. Düsturlardır bu. M-ə vurun sürət və məxrəci olur MV0 bölək μmg. Buradan P0 bölək Fs alırıq. Hətta bir dənə də düsturu budur uşaqlar. Kökün altında 2MYK0 M uşaqlar bu. Dəqiqə səlqəli deyək onu. 2MYK bölünsünlər uşaqlar Fs də yaza bilərik. Göründüyü kimi uşaqlar tormuz müddəti P0-dan necə asıldı? Düz asıldı. Ona görə cavab olur B variantı. 44-cü sual. Deməli 8 kg kütləli cismin kütləsi 6 kg olan bir cins lincin hansı nöqtəsindən asmaq lazımdır ki, linç tarazlıqda qalsın? Uşaqlar, bu lincin özünün kütləsi 6 kg-dır. Deyir bu 8 kg-ı hardan asaq ki, linç tarazlıqda qalsın? İndi uşaqlar, ilk öncə ağırlıq mərkəzini tapaq. Lincin bölgüsünə baxalım. 1, 2, 3, 4, 5, 6, 7, 8. Deməli 8 bölgülü bir lincdir və bir cins lincdir. Bir cins ona görə deyirlər ki, ağırlıq mərkəzi tən ortadan yönəlir. Yəni birdən yönələcək. Baxın uşaqlar buradan. Mg bunu buradan dartır. Nə qədər olacaq? 6 vurulsun 10. 60 Newton. Lincin çəkisi 60 Newtondur. Digər tərəfdən buradan da dartan, bax 15 kiloqramlıq yük açmış baxın. Bu da olacaq
Yenə mg 15 vurulsun neçə uşaqlar? 10. 150 Newton. Sonra uşaqlar bu 8-i asacaq. Sağ tərəfdən bir nöqtələrdən. 8 də bunu aşağı doğru neçə ilə dartacaq uşaqlar? 80 Newtondan. İndi uşaqlar 15 kiloqramlıq, yəni 150-nin qoluna baxsaq, neçədir? 2-dir. Ağırlıq qüvvəsinin qolu 1-dir. Bizə lazımdır, baxın uşaqlar, bu 8 kiloqramlıq yükün qolunu tapmaq. Ona da bir D deyirəm. Onda yazanda belə yazacaq uşaqlar. MG bunu hayına fırlatmaya çalışır? Saat əqrəbinin əksinə. 60 Newton saat əqrəbi istiqamətində, 80 Newton da saat əqrəbi istiqamətində fırlatmaya çalışır. Tarazlıq şərtinə görə nə yazmalıyıq uşaqlar? Saat əqrəbinin əksinə fırladan qüvvə momentləri saat əqrəbi istiqamətində fırladan qüvvə momentlərinin cəminə bərabər olmalıdır. Ona görə yazırıq uşaqlar 150 vurulsun 2. Qüvvə momentinin düsturu budur. M bərabərdir F-dir uşaqlar. Qüvvə vurulsun qoludur. Qüvvəmiz 150, qolda 2-dir. Bərabərdir. 60 vurulsun qolu neçədir? 1. Üstə gəlsin 80 vurulsun D. Qolunu bilmirəm. 300 bərabərdir uşaqlar. 60 üstə gələk 80 D-yə. Buradan 80 D bərabərdir. 100. 300 çıxaq 60. 240 olacaq uşaqlar. D də bərabərdir. 240 bölək 80. O da deyir 3. Deməli 3 metr məsafə saymalıyıq uşaqlar. Baxın, dayaqdan 1, 2, 3. Deməli biz bunu hardan asmalıyıq? 3-dən asmalıyıq uşaqlar. Cavab olur C variantı. Bax, bu şəkildə eləyəcəyik. Deməli cavab nə oldu uşaqlar? C. 45. Qüvvə momentinin sabit qiymətində qüvvənin modulunun qüvvə qolundan asılı qrafiki. M nəyə bərabərdir uşaqlar? F vurulsun dedim. Buradan D tapsaq, M bölünsün nə olacaq? F. Moment sabiti DF ilə necə asılıdır? Tərs asılıdır. Cavab olur D variantı. İndi düşünə bilərsiniz, niyə B olmur? Çünki B-yə baxsaq, fikir versəz uşaqlar, bax bu nöqtədə qüvvə qolu nədir? 0-dır. Bizdən nəyi soruşur? Hə, qüvvəni soruşur. Daha doğrusu belə deyək də. F bərabərdir M bölək D. Üzürlü sayın burada. Diqqətli olmaq lazımdır uşaqlar. Deməli, F-i soruşur. F ilə necə asıldı? Tərs asıldı uşaqlar. B buna görə olmaz ki, baxın fikir verin bura uşaqlar. B səbəb nədir? Niyə olmaz? Çünki bu nöqtədə uşaqlar qüvvə qolu 0-dır. Qüvvə qolu 0 olsa məxrəcin nədir? Belə deyək, kəsirin mənası olmaz uşaqlar. Məxrəc 0-dan fərqli olmalıdır. Ona görə cavab D variantı götürəcəyik. 46-cı suala baxaq. F-dir uşaqlar. Deməli, verilmiş cisim blokların köməyi ilə hamar mail müstəvi boyunca bərabər sürətlə qaldırılır. Sistem qüvvədə neçə dəfə qazanc verir. Blokların çəkisini və blokların oxunda sürtünmə nəzərə alınmır. Uşaqlar, baxın. Bunu aşağı doğru dartan MG-nin, belə deyək, ağırlığın proyeksiyası MG sinus alfadır. Hər zaman mail müstəvi üzərində aşağı doğru MG sinus alfa dartır. İndi digər tərəfdən uşaqlar, bax, bu ipə baxsaq, eyni bütöv bir ipdir da uşaqlar bu. Eyni ipdə həmişə nə olurdu? Eyni gərilmə qüvvəsi yaranır. Burada F-dirsə, onda burada nədir? Burada da F-dir. Burada nə olacaq? Burada da F olacaq uşaqlar. Yuxarı təsir edən qüvvələr neçədir uşaqlar? 2 dənə qüvvə. Bax, bu cisimi, bu 2 qüvvə, 2 ip yanı tarazlıqda saxlayır uşaqlar. Onda yazırıq 2F yuxarı təsir edən bərabər olmalıdır aşağı təsir edən. Aşağı təsir edən mg sinus alfadır. F bərabərdir mg. Sinusun yerinə nə yaza bilərəm uşaqlar? Sinus alfa, bax alfa bucağı buradır. Qarşı katet, yəni 3 bölünsün hipotenuzdur 15-ə. Bu da olacaq uşaqlar deməli 5-də 1. Sinusumuz 5-də 1-dir. 5-də 1 bölünsün neçə uşaqlar? 2. 5 də məxrəcə düşər. 2 vuraq 5. Yuxarıda da qalır mg. Bu nə oldu uşaqlar? Mg bölək 10. Neçə dəfə qazanc oldu? 10 dəfə. Və yaxud da bunu belə də yaza bilərdik uşaqlar. Bax, bu bizim polis pastımız. Qüvvədə 2 dəfə qazanc verir. 2 dəfə polis pas qazanc verir. 2 dəfə. Mail müstəvi neçə dəfə qüvvədə qazanc verir? Uzunluq bölünsün hündürlükdə uşaqlar. Mail müstəvinin qüvvədə qazancı da 15 bölünsün 3. Yəni 5 dəfə qazanc verir. Onda sistem neçə dəfə qazanc verəcək? 5 vurulsun 2. Yəni 10 dəfə qazanc verəcək.
47. O nöqtəsinə nəzərən F qüvvəsinin qolu hansıdır? Uşaqlar, fırlanma mərkəzindən qüvvəyə və ya qüvvənin uzantısına çəkilən ən qısa məsafə, perpendikulyar məsafə qüvvə qolunu verir. Bax, bunu uzadırıq, gedir. Uşaqlar, buradan perpendikulyar məsafəni çəkirik. Hansıdır bu? OSD uşaqlar. Yəni 90 dərəcə bucağa baxırsınız. A variantı. 48. Kütləsi 10 kiloqram olan cisim bloklar sistemi vasitəsilə 2 metr saniyə kvadrat təcillə qaldırılır. İpin sərbəst ucuna təsir edən F qüvvəsinin qiymətini tapın. Uşaqlar, fikir verin. Bax, eyni ipdir. Bura qədər bütöv bir ipdir. Eyni ipdə eyni gərilmə qüvvəsi yaranır. Onda burada yaranan gərilmə qüvvəsi F. Burada da yaranan gərilmə qüvvəsi nədir? F'dir. Və A təcilindən yuxarı qalxır. İndi biz bunu necə yaza bilərik uşaqlar? Bax, bu cisimi yuxarı dartan neçə F var? 2F var. Aha. Aşağı doğru dartanda MG'miz var da. MG, belə deyə bilərik. Əvəzləyici qüvvəni yazsam, F əvəzləyici bərabərdir. Yuxarı təsir edən 2F-dir, çıxılsın MG. Niyə mən 2F-dən MG çıxıram? Çünki sistem A təcilindən yuxarı qalxır. Deməli, yuxarı təsir edən qüvvələr daha böyükdür. Əvəzləyici qüvvənin yerinə MA, 2F çıxılsın MG yazıram. Buradan 2F bərabərdir. MA plus MG yazaram. F nəyə bərabərdir bəs uşaqlar? M-i çıxartdım qarşı. A plus J bölünsün 2. M-imiz neçədir uşaqlar? 10. J-imiz 10'dur. A-imiz də 2'dir. 2 üstəcələk. 10 bölək uşaqlar 2. Bu da olur 60. Deməli, qüvvəmiz neçə oldu? 60 Newton. F 60 olacaq uşaqlar. 49. Hansı cihazlardan istifadə edərək cismin kinetik enerjisini təyin etmək olar? Kinetik enerjinin düsturu uşaqlar, Y kinetik bərabərdir mv kvadratı bölü 2'dir. Cismin kinetik enerjisini bilmək üçün cismin kütləsini bilməliyik, bir də nəyini bilməliyik? Surətini. Kütləni hansı cihazla ölçürük? Tərəzi ilə. Surəti spidometr ölçür. Ona görə 1 və 2. B variantı olacaq. 50-ci sual. 2y potensial bölü x ifadəsilə hansı fiziki kəmiyyət təyin olunur? Uşaqlar, bax, bunu belə yazarım. 2 bölü x. Y potensialın yerinə də yazıram. F elastiklik vuraq. X bölü 2. Bax, bu ikilər buradan ixtisar gedər. X'lər nə olar? İxtisar gedər. Nə qalar? Elastiklik qüvvəsi qalar. Cavab olacaq A variantı. 51. Cismin kinetik enerjisinin onun impulsun modulundan asılı qrafikansıdır. Kütlə sabitdir. Uşaqlar, kinetik enerjinin düsturlarını bilirik. MV kvadratı bölü 2, PV bölü 2, bir də P kvadratı bölü 2. Görürəm ki, uşaqlar bəzən düsturları bilir, amma nə vaxt hansını istifadə edəcəyini bilmirlər uşaqlar. Burada nəyə fikir verməlisiniz? Bax, bizə M-i sabit verib. Deməli, mütləq düsturda nə olmalıdır? M olmalıdır. Onda mən bu düsturdan gedəmərəm. Bunu atdım qırağa. Və P-dən asılığını soruşur. Deməli, düsturda P də olmalıdır. Onda bunu da atırıq. Kinetik enerji P-dən necə asılı olur uşaqlar? Kvadratik düz asılı olur. O da olur B variantı. Təcil və impuls üçün Euler-Venn diaqramında uyğun ifadələri müəyyən edin. Deməli, təcil vektorial kəmiyyətdir, impuls da vektorial. Bir ortaqdır. Surətin istiqamətində yönəlir hər zaman impuls uşaqlar. 2 gələcək impulsa. Əvəzləyici qüvvə istiqamətində yönəlir təcil uşaqlar. Biz deyirdik ki, təcillə qüvvət dədəbaladır. Elə impulsundan da surət elədi uşaqlar. Eyni dəyişirlər onlar həmişə. 3-də bura gəlir. Düz xətli bərabər sürətlər hərəkətdə 0-a bərabərdir uşaqlar. Təcil. Bərabər sürətlər hərəkətdə təcil olmur. 4-də bura gələcək. Deməli 3, 4, 1, 2. Cavabımız olacaq Y variantı. Açar sözlərdən istifadə etməklə müəyyən ardıcılıqlar istifadə etməklə mətni tamamlayın uşaqlar. Deməli, nə edəcəyik? Fərqsiz tarazlıq, dayanıqlı tarazlıq, dayanıqsız tarazlıq, maksimum, minimum. Tarazlıq vəziyyətindən çıxarılmış cisim öz-özünə ağırlıq qüvvəsinin qüvvə momentinin təsirlə əvvəlki vəziyyətinə qayıdırsa, bu növ tarazlığa dayanıqlı tarazlıq deyirlər. 2. Tarazlıq vəziyyətindən çıxarılmış cisim öz-özünə əvvəlki vəziyyətinə qayıda bilmirsə, bu növ tarazlığa dayanıqsız tarazlıq deyirik. Öz əvvəlki vəziyyətindən uzaqlaşır, yəni. Halında olan
Nə deyir? Halında olan cisim ixtiyari vəziyyətdə ona təsir edən qüvvələrin əvəzləyicisi sıfıra bərabər olur. Hə. Fərqsiz tarazlıq halında olan cisimə təsir edən qüvvələrin əvəzləyicisi sıfır olur uşaqlar. Baxın, burada gələcək 1. Belə düşünün də uşaqlar. Fərqsiz tarazlıq nə idi? Cisimi hara qoyduqsa orada da qalırdı. Məsələn, getdim qoydum bura, durdu burada. Bunun səbəbi nədir uşaqlar? Çünki buna təsir edən qüvvələrin əvəzləyicisi sıfır olur uşaqlar, ona görə. Dayanıqlı tarazlıq vəziyyətində potensial enerji minimum olur uşaqlar. Dayanıqlı tarazlıqda potensial enerji minimum olur. Deməli, 5 bura gəlir. Potensial enerjiyə malik olur. Dayanıqsız tarazlıqda isə potensial enerji maksimum olur uşaqlar. 4-də bura gələcək. Bax, belə düşünün də. Bax, bu bizim dayanıqlı tarazlıqdır. Fikir verin, cisim belə deyək, çökəkdə oldu. Potensial enerji az olacaq. Dayanıqsız tarazlıqda budur uşaqlar. Potensial enerji maksimum olur. Cisimlər ümumiyyətcə hər zaman potensial enerjisini azaltmağa çalışır. 54. Günəş ətrafında orta sürəti 30 km/saniyə olan yerin 5 dəqiqə ərzində getdiyi yolu kilometrlə hesablayın. Bax, bu bizim günəşimizdir uşaqlar. Yer kürəsi bu günəşin başına dolanır. Bax, bu bizim yer kürəmizdir. Fırlanır günəşin başına bu şəkildə. Hansı sürətlə fırlanır uşaqlar və bərabərdir 30 km/saniyə sürətinə? Bizə deyir cavabı kilometrlə hesablayın, daha çevirmirəm ona görə də. Zaman nə qədərdir uşaqlar? 5 dəqiqə. 5 dəqiqədə 300 saniyədir. Yazdıq bura 300 saniyə. L bərabər nəyə? VT-yə. 30 vurulsun 300. Bu da olacaq uşaqlar 9000 kilometr. Cavab olur 9000. 55. Uzanmayan çəkisiz ipdən asılmış yüklər sabit təcillə hərəkət edir. T30 Newtondur. Olarsa F gərilmə qüvvəsini hesablayın. Bizdən F-i soruşur uşaqlar. F sualdır. Baxın uşaqlar. Fikir verin, bax, bura qədər eyni bütöv bir ipdir. Onda bura 30-sa, bura neçədir uşaqlar? Burada 30-dur. Belə deyə bilərik. İndi fikir verirsək uşaqlar, bax, bu 30 Newton hansı cisimləri yuxarı doğru dartır? Həm 2M, həm 3M dartır. Onda yazıram uşaqlar, baxın. Yuxarı belə deyək. Yuxarı doğru dartır və sistem A təcilindən aşağı doğru düşür uşaqlar. Onda mən bunun üçün əvəzləyici qüvvəni yazsam, belə yazacağım da uşaqlar. 5M A. Bilirsiniz nə olur uşaqlar? Bax, gəlin tam açıqlamasını yazağın. Əvəzləyici qüvvə bərabərdir. Bu sistemi aşağı doğru dartan neçə mg'dir uşaqlar? 5 mg var. Aha, yuxarı dartan nədir? T'dir. Aşağı təcillə gedirsə, təcil aşağıdırsa uşaqlar, deməli aşağı təsir edən qüvvə daha böyükdür. 5 mg çıxaq, T yazacağım bura. Əvəzləyici yerinə M-a qoyuruq. M-imiz nə qədərdir? 5 M-dir uşaqlar. İkisinə də baxıram. 5 M-a bərabərdir. 5 mg çıxaq T. Buradan uşaqlar, deməli, biz T-ni tapsaq, T bərabərdir. T bu tərəfə keçdim. 5 mg çıxaq 5 M aldım. Buradan da T bərabərdir uşaqlar. 5 M-i çıxardıram qarşıya. J çıxaq A oldu. Bax, A təcilindən aşağı düşəndə biz deyirik, nə edirik? Çıxırıq gərilmə qüvvəsini tapanda. Bax, bu səbəb budur. Tamam. Buna bir 30 demişdik də uşaqlar. Buna 30 veriblər bizə. Bu qalsın əlimizdə. İndi digər tərəfdən F qüvvəsinə baxsam uşaqlar, baxın indi F-ə. F hansı cisimi yuxarı doğru dartır? 3M. Bəs 3M bunu harada dartır? Aşağı doğru 3mg ilə dartır. Təcilin aşağı doğru düşürsə, bunun üçün mən əvəzləyici qüvvəni yazsam, belə yazacağım. 3M-a, da kütlə 3-dür uşaqlar. 3M-a bərabərdir. 3mg çıxılsınlar uşaqlar F. Buradan F bərabərdir. F-i keçirdim sağa, sola daha doğrusu. 3mg çıxaq 3m oldu. Buradan da 3m'i çıxarsam qarşıya. Nə olacaq? J çıxaq A. Bax, bunu aldıq. İndi bura fikir verin uşaqlar. Burada nə almışdım? T bərabərdir 5m. Vurulsun J çıxağa bərabərdir 30-a. Baxın. 5m. J çıxaq A bərabərdir 30-a.
Onda m vurulsun, j çıxılsın a nəyə bərabərdir uşaqlar? 30-u 5-ə bölərəm, olar 6. Yəni bərabərliyin hər iki tərəfini 5-ə böldük. İndi gətirib burada 6-yı qoyacağım yerinə. 3 vurulsun 6, m, j çıxaq a bizə 6-nı verdi. Bura 6-nı qoyduq uşaqlar. O da olacaq 18 Newton. Cavab olur 18. Fərqli üsullar da var uşaqlar. Amma düzgün üsul budur. Sonra 56. Tarazlı kanındakı çəkisiz yaylardan açılmış cisimlərin kütlələri və yayların sərtlikləri uyğun olaraq M1 bərabərdir 2M2-yə. Baxın. Tamam. Getmir bu tərəfə. M1 bərabərdir 2M2-dir. K2-də K1-ə bərabərdir. Yaylarda yaranan elastiklik qüvvələri və yayların potensial enerjiləri arasındakı doğru münasibətləri təyin edir. Uşaqlar, buna aşağı doğru da artan hansı qüvvədir? M1J. Buna aşağı doğru da artan M2J'dir. Elastiklik qüvvəsinə baxsam, elastiklik qüvvəsi aradı uşaqlar yuxarıdır. F1 deyəm buna, buna da F2 deyəm bir dənə uşaqlar belə. F1'imiz nəyə bərabərdir? M1J'yə tarazlıqdadır. M1'in yerinə nə qoya bilərəm? 2M2 qoya bilərəm uşaqlar. Olur nə? Bunda 2M2J. F2'yə baxsam, F2 bərabərdir uşaqlar. Deməli, F2 nəyə bərabər olacaq? M2J'yə. Baxın, F1 2M2J'dir. F2 isə M2J'dir. Onda F1 F2'dən neçə dəfə çoxdur? 2 dəfə. F1 bərabərdir 2F2'yə. Deməli, cavabım biri 2'dir. Potensial enerjiyə baxağın. Y potensial bərabərdir F kvadratı bölək 2K. Niyə buradan istifadə edirəm? Çünki K'ları mənə eyni verib. Ona görə. Y potensial 1 üçün yazsam nə yazacağım? F1 kvadratı bölək 2K. F1'in yerinə neçə qoya bilərəm? 2F2 qoya bilərəm. Kvadrata yüksəlsəm 4F2'nin kvadratı bölək 2K olacaq. Y potensial 2 üçün yazsam F2 kvadratı bölək 2K olacaq. Baxın uşaqlar, Y potensial 1 4F2 kvadratı bölək 2K'dır. Y potensial 2 isə F2 kvadratı bölək 2K'dır. Onda 1 2-dən neçə dəfə çoxdur? 4 dəfə çoxdur uşaqlar. Çünki sürət birincinin sürəti ikincinin sürətindən 4 dəfə çox oldu. Bərabər oldu 4Y potensial 2-yə. Cavab oldu deməli 2 və 6. 2 ilə 6 cavabımız. 57. Fiziki əmiyyətlər və onların vahidlər arasındakı uyğunluğu müəyyən edin. Çəkinin vahidi uşaqlar Newtondur. Deməli, Y bura uyğun gələcək. Newton açılışda uşaqlar kiloqram vuraq metr bölək saniyə kvadrat. Deməli, 1-ə YA, yəni AY deyək uşaqlar. İmpulsun vahidi kiloqram vuraq metr bölək saniyədir. 2-yə C gələcək. Enerjinin vahidi Jouldur. Joul'un açılışda uşaqlar kiloqram vuraq metr kvadrat bölək saniyə kvadratıdır. Ona görə 3-ə də B D gələcək. 58-ci suala baxaq indi uşaqlar. Ətraflı yazı tələb olunan suallardır bunlar. 3 dənə sualımız. Deməli, nə deyir bizə? Deyir, deformasiya olunmuş yaydan kütlələri M1 bərabərdir 3 kiloqram və M2 bərabərdir 2 kiloqram olan 2 cisim açılmışdır. Sistem tarazlıqdadır. Cisimləri bağlayan ip qırıldıqda yayın sərtliyi və uzanması necə dəyişər uşaqlar? Baxın indi. Uyğun düsturu yazmaqla cavabınızı əsaslandırırıq. Birinci baxalım uşaqlar, biz yayın sərtliyi və uzanması. Uzanmaya baxırıq. Yaydan yük açılanda aşağı doğru bu belə deyək də. Yaydan yük açılanda aşağı doğru mc də artır, yuxarı elastiklik qüvvəsi də artır. Və mütləq uzanma olur uşaqlar mc bölək k. Bax, düsturumuz budur. İndi birinci üçün yazsam nə yazsam uşaqlar? Aşağı doğru bu neçə də artır? M2 2, M1 də 3. Yəni M1 plus M2 də artır da uşaqlar. Yəni nə qədər də artır onda? Baxın, M1 plus M2. Vuraq J. 5J bunu aşağı doğru da artır. Onda biz gətirib bu düsturda belə yazmalıyıq da uşaqlar. 2-dən kütlə var axı burada. M1 plus M2 vuraq nə uşaqlar? J. O da bərabərdir 5J bölək K-ya. İndi burada bizim ipimiz qırılır.
İp qırılanda uşaqlar, bax bu ipi qırsaq, bir dəqiqə, silim görün. Bax bu ip qırılsa buradan uşaqlar, M1 kütləli cisim nə olacaq? Aşağı düşəcək. Bəs ikinci halda bu yayı aşağı doğru dartan yalnız M2 kütləli cisim qalır. Onda ikinci hal üçün yazacağım M2J bölək K. Uşaqlar bu neçə olacaq? 2J bölək K. Əvvəl 5J bölək K idi, sonra oldu 2J bölək K. Necə dəyişdiyini tapmaq istəyiriksə, ikincini sonuncunu birinciyə bölmək lazım. Yəni x2 bölək x1 yazacağıq. Burada da alırıq ki 2J bölək K bölünsün 5J bölünsün K yazaram. K bax belə. Bu K'lar buradan nə olar uşaqlar? İxtisar gedər, J'lər ixtisar gedər. Qalar nə uşaqlar? 5-də 4. Və buradan belə fayda alarıq uşaqlar. Baxın bura. Gəlin çarpaz vurağın. Deməli 5x2 bərabər belə yazarım. Ehtiyac yoxdur çarpaz vurmağa. Dəqiqə. Aha. x2 bölək x1 bərabər neçəyə? 0,4-ə. Bəs bir kəmiyyəti 0,4 dəfə artırmaq neçə dəfə azaltmaqdır uşaqlar? 2,5 dəfə azaltmaqdır. Bunu gəlin isbat edin uşaqlar. Görən həqiqətən elə olurmu? Buradan x2 neçə oldu uşaqlar? x2 bölək x1 0,4 oldu. Və aldım ki x2 bərabər 0,4 x1-ə. Yəni bunu aldıq. Bəs x1 nəyə bərabər uşaqlar? x2 bölək 0,4 olurmu? 0,4-ə bölmək nə deməkdir? 10-a vurub 4-ə bölməkdir. Yəni 2,5 x2 aldıq. Bizə x2 lazımdır, sonraki alır. x2 bərabər nəyə? x1 bölək 2,5. 2,5 dəfə nə elədi? Azaldı. Deməli deyirik ki, mütləq uzanma 2,5 dəfə azalır. Və sərtli əmsalı yazırıq ki, materialın növündən və həndəsi ölçülərdən asılıdır. Yaydan asılan cismin kütləsindən asılı deyil. Ona görə biz sapı kəsəndə sərtli əmsalı dəyişməyəcək. Kütlə azalsa da sərtli əmsalı dəyişmir. 59. Mail müstəvi üzərində sükunətdə olan 5 kiloqram kütləli cisimə təsir edən sükunət sürtünmə qüvvəsinin modulunu hesablayın. Bax, bu cisim aşağı doğru dartan hansı qüvvədir uşaqlar? MG sinus alfadır uşaqlar. Sükunətdədirsə sürtünmə qüvvəsi olmalıdır uşaqlar yuxarıya doğru. Sükunət sürtünmədə yuxarıdır. Və sükunət sürtünmə qüvvəsi MG sinus alfaya bərabərdir. M'imiz neçədir? 5. J'imiz 10. Sinus alfa. Sinus alfa, baxın bura alfa bucağıdır. Qarşı katet bölünsün hipotenuzdur. Yəni 6 bölünsün 10. Desimetrdir ikisi, çevirmirəm ona görə. Bu da olur uşaqlar 5-də 3. Gətirib yazıram bura. 5-də 3. Bu 5-lər ixtisar gedir. Qalır neçə uşaqlar? 30 Newton. 60-cı sual. Üfüqi səth üzərində qoyulmuş 6 kiloqram kütləli cisim sabit üzürlü sayın sabit F bərabərdir 3 Newton qüvvənin təsiri ilə 2 metr saniyə sürətli düz xəttli bərabər sürətlər hərəkət edir. Bax, sürətimiz 2-dir uşaqlar. Bərabər sürətlər hərəkət edirsə, onda sürtünmə qüvvəsi bax bu istiqamətdə olacaq uşaqlar. Fs də neçə olacaq? 3 Newton. Deyir ki, bizə asılıq qrafikini çəkin. Bir dəqiqə. Kəsildikdən sonra ilk 4 saniyə ərzində bu cismin getdiyi yolun 4 saniyə müddətində gedilən yolun zamandan asılıq qrafikini çəkin. Yəni S-in və yaxud da L də deyə bilərik. Heç bir fərqi yoxdur uşaqlar. Gəlin. Yolda da S və ya L işarə olunur onsuz da T-dən asılıq qrafikini. İndi uşaqlar, mən bu qüvvənin təsirini kəsəndə bu cisim necə hərəkət edəcək? Yavaşlayan hərəkət edəcək. Yavaşlayan hərəkətdə yol zaman qrafiki belə olur. Baxın uşaqlar, belə olacaq. Bir dəqiqə. Kökaltı qrafikinə oxşuyur. Aha. Və bizə deyir ki, grafikin asılıqda ilk 4 saniyə ərzində gedilən yolun qiymətini də yazın. Uşaqlar, ilk öncə nə edəyəm burada? Bax, ilk öncə gəlin tormuz müddətini tapalım. Tormuz müddətinin düsturu V0 bölək adım. Bəs ayı hardan tapacam? İp kəsiləndən sonra bu cisimə yalnız hansı qüvvə təsir elədi? Sürtünmə qüvvəsi. Onda əvəzləyici qüvvə, yəni MA bərabər nəyə? Fs-ə. A nəyə bərabərdir? Fs bölünsün M-ə. Fs-im neçədir? 3. M-im neçədir uşaqlar? 6-dır. Olacaq 0,5. V0-ım
2-dir. 2-yi bölürəm neçəyə? 0.5-ə olur 4. Deməli, bunun elə tormuz müddəti neçədir? 4 saniyədir. Bax, 4 saniyə sonra bu cisim dayanacaq. Bura 4-dür uşaqlar. Gedilən yolu tapanda S tormuzdan tapırıq. Yəni, bu cisim nə qədər yol gedib dayanacaq, onu tapmaq istəyirik indi də. S tormuz bərabərdir V0 kvadratı bölək nə? 2 adım. V0'ım 2'dir. 2'nin kvadratı bölünsün. 2 vurulsun. A'yım neçədir? 0.5. Bu da olacaq uşaqlar 4 bölək 1. Bu da oldu 4. Elə cisim 4 metr yol gedəcək. Bu qədər uşaqlar. Belə videoların davamlı gəlməyini istəyirsinizsə uşaqlar, kanalıma abunə olub, bəyənərək mənə dəstək ola bilərsiniz. Bir də onu deyim ki, uşaqlar, sualların hansındırsa problem olarsa, mexaniki bir səhvlik olarsa, rəylərdə mütləq fikirlərinizi bildirin. Sağ olun uşaqlar.